Salam, hörmətli tələbələr və Reydə Təvəskərləri. Mən İlfət müəllim Şıxəliyev. Bu günlərdə maraqlı bir mövzu sizlərin qarşınızdayım. Bizim bugünkü mövzumuz bəzi tələbələrin çətinlik çəkdiyi, bəzi tələbələrin isə asanlıqla başa düşdüyü mövzulardan biri olan tənliklər sistemidir. Gəlin vaxt itirmədən tənliklər sistemi barəsində olan qısa izahımıza nəzər yetirək. İlk öncə sizə bildirmək istərdim ki, AX plus BY bərabər C şəklində olan tənliyə 2 dəyişənli xətti tənliklər deyilir. Yəni necə? Yəni uşaqlar 2x üstəgəl 5y bərabərdir 8 şəklində olan tənliklərə 2 dəyişənli xətti tənliklər deyilir. Burada 2 dənə dəyişən olduğuna görə, üzr istəyirəm, 2 dənə dəyişən olduğuna görə buna deyirik 2 dəyişənli xətti tənliklər. Və buradan sonra əgər bu 2 dəyişənli xətti tənlik yanında digər bir tənlik də yazsaq, məsələn 5x üstəgəl 4y bərabərdir 13. Və bunu sistem şəkildə göstərsə, buna deyərlər 2 dəyişənli xətti tənliklər sistemi. Bu sistem işarəsi, 2 dəyişənli xətti tənliklər sistemi. Eyni bax bu formada. Burada artıq bizdə A1 nədir? 5, 2. B1 nədir? 5, C1 8. A2-miz 5-dir, B2-miz 4-dür, C2-miz də 13-dür. Buna deyirik 2 dəyişənli xətti tənliklər sistemi. Və burada A, B, C-nin nə olduğunu biz burada açıq-aşkar gördük ki, X və Y-in nə idi? Əmsallarıdır. A-lar X-lərin əmsallarıdır, B-lər də Y-lərin əmsallarıdır. Uşaqlar, 2 dəyişənli xətti tənliklər sistemini həll etməmişdən əvvəl tənliyə diqqətlə baxılır. Tənliyə baxılır. Tənlikdə görsən ki, birinci yerdə duranların nisbəti ikinci yerdə duranların nisbətindən fərqlidirsə, onda bu tənliyin yeganə həllər cütü var. Yox, əgər burada birincilərin nisbətindən ikincilərin nisbəti bir-birinə bərabər, lakin C-lərin nisbəti fərqlidirsə, onda bu tənliklər sisteminin həlli yoxdur. Yox, əgər A-ların nisbəti elə B-lərin nisbətinə bərabərdir, bu da C-lərin nisbətinə bərabərdirsə, onda bu tənliklər sisteminin uşaqlar sonsuz sayda həlli var. Bu əsas və qısa bir qeydidir. İndi buna əlavə olaraq mən bəzi məsələləri sizə nəzərinə çatdırım. Tənliklər sistemini həll etmək üçün uşaqlar bir var toplama usulu, bir də var əvəz etmə usulu. Əvəz etmə usulu çox da məsləhət görünmür. Amma toplama usulu daha çox istifadə olunan usullardan biridir və sizə toplama usulunu billəri izah etməyə çalışacağım. Məsələn, deyək ki, x üstəgəl 2y bərabərdir 5. Bir də buraya yazaq nə? Bir də buraya yazaq x çıx 2y bərabərdir -3. Gəl bunları biz tərəf-tərəfə toplayaq. Uşaqlar, bunu tərəf-tərəfə toplayanda x-lə x toplayanda nə alıram? Alıram 2 dənə x. 2y-in üstə -2y gələndə nə verir? 0. Yəni üstəgəl 0. 5 üstə -3 üstə mənə verir nə? 2. Buradan alıram ki, 2x nəyə bərabər olur? 2-yə. Deməli, x səndəmə nə imiş? X səndəmə 1-ə bərabərmiş. X 1-dirsə, gətirib burada yerinə qoysam, yazaram nə? Yazaram 1 üstəgəl 2y bərabərdir 5, 2y bərabərdir 4, y də bərabər olur 2-yə. Onda bu həllər cütü olur nə? 1, 2 cütü bunun olur həlləri. Uşaqlar, bu tip deməli tənliklərdə elə toplama usulu daha sərf eləyir, daha səmərəlidir. Ümumiyyətlə, toplama usulunda siz tənliyin bilirsiniz ki, tənliyin hər iki tərəfini eyni, sıfırdan fərqli hər hansı bir ədədə vurub və bölmək mümkündür. Siz burada tənliklər sistemində, tutaq ki, məsələn deyim, burada olsaydı ki, -3y, burada müsbət 2y, mən nə edə bilərdim? Mən onda götürüb bu hissəni -1-ə vura bilərdim. -1-ə vurardım, x-i mənfi eləyərdim, toplayanda x-lər yoxa çıxacaqdır. Və yaxud da bu hissəni vurardım 2-yə, bu hissəni vurardım 3-ə. Burada müsbət 6y olardı, burada -6y olardı. Sonra yenə toplayanda nə olardı? Yenə də y-lər 0-a gedərdi. Rahat bir şəkildə tənliyimi həll eləməyi bacarardım. Bu da bu qədər. İndi sizə bəzi tipikləri mən göstərmək istəyirəm. Nələr də olar? Əsasən, belə deyək ki, test kitablarında da sizin qarşınıza çıxıb bəlkə də nədir məsələlər? Məsələn, belə tənliklər sistemi verir ki, x kvadrat çıx y kvadrat bərabərdir 36. Aşağı yazır x üstəgəl y bərabərdir 9. Şərtlər edir ki, x çıx y tap. Uşaqlar, bu tip misalları həll eləməli siz birinci bilməlisiniz ki, bunun açılışı nədir? Müxtəsər vurma düsturunu bilirsinizsə, onda biləcəksiniz ki, x kvadrat çıx y kvadratın açılışı x çıx y, x üstəgəl y-dir. Bu əgər 36-ya bərabərdirsə, bunun cəmi 9-dursa, onda fərqi də qalır elə yerində olduğu kimi. Bunu 9-a vurub alıb 36-nı. Ona deməli, x çıx y nəyə bərabər olur uşaqlar? 36 bölü 9 4-ə. Yəni bu qayda ilə siz rahat bir şəkildə həll edə bilərsiniz.
bu tip məsələlər. Yəni belə görsəz birinci onu açmaq lazımdır. Və yaxud da ola bilər ki, başqa bir çox həddi şəklində versin. Onda da nə etmək lazımdır? Həmin çox həddini vuruqlara ayırmaq lazımdır. Mütləq ki, aşağıda verilən ifadə vuruq şəklində həmin yuxarıdakı çox həddinin içində olacaq. Bundan başqa olur ki, əsasən 11-lərin buraxılış imtahanlarına düşür bu tip suallar. Yəni necə? Məsələn, belə bir şəkildə x üstəgəl y bərabərdir 6, y üstəgəl z bərabərdir 12, x üstəgəl z bərabərdir 10 olarsa, deyir x plus y plus z-i deyir tap. Deyir bunu hesabla. Uşaqlar, bu tip tənliyi həll eləmək üçün biz götürməliyik. Məsələn, buna birinci deyək, buna ikinci deyək, buna üçüncü deyək. O halda bu birləri, ikiləri, üçləri nə etməliyik? Toplamalıyıq. Bunları toplamalıyıq. Bunları toplamaq üçün nə edəcəyik? Nə yazıram burada? X üstəgəl y üstəgəl y üstəgəl z üstəgəl x üstəgəl z bərabər nə? 6, 12, 10-un cəminə, yəni 28-ə. Onda burada alıram ki, 2 dənə x üstə 2 dənə y üstə 2 dənə z bərabərdir 28. Hər birindən 2 dənə olduğu üçün mərtəzə xaricini çıxardıram. Yazıram x üstə y üstə z bərabərdir 28-ə. Onda x plus y plus z nəyə bərabər olacaq? Bərabər olacaq 14-ə. Artıq mən misalımın cavabını tapdım. İndi səndən soruşar uşaqlar. Tutaq ki, soruşar x-i tap. Hə, sən y plus z-i bilirsən ki, neçədir? 12-dir, hə? Onda 14-dən 12 çıxarsan, bunu alarsan 2. Səndən tutaq ki, soruşar y-i tap. Sən x üstəgəl z-i bilirsən ki, 10-dur. Gətirib burada yerinə qoyarsan x üstəgəl 10, 14-dən 10 çıxarsan, y-i alarsan nə? 4. Bu qayda ilə bunu rahat bir şəkildə həll eləmək mümkündür. Bir də nə var burada? Bir də belə bir şey var. Onu da qoy mən sizə izah edeyim. Hasillə bağlı deyir orada. Hasillə bağlı deyir orada. Məsələn, deyir ki, x-i vuranda z-ə alırsan nəyi? Deyir, x-i vurursan z-ə alırsan 1-i. Deyir, x-i vurursan y-ə alırsan 4-ü. Y-i vurursan z-ə alırsan 16-nı. Deyir, bu sistem belə verilərsə, sənə deyir ki, x vur, y vur, z-i deyir, tap. Nə necə burada uşaqlar? Burada 1, 2 və 3-ü vururuq bir-birinə. Yəni nə? Burada yazıram ki, x, z vur, x, y vur, y, z bərabərdir 1 vur, 4 vur, 64. Bundan sonra nə alıram? Bundan sonra alıram ki, 2 dənə x var da burada. X-in kvadratı vur, y-in kvadratı vur, z-in kvadratı bərabərdir nəyə? Bir dəqiqə üzr istəyirəm. Burada 16-dır. 16 bərabərdir nə elədir? Elədir 64. Hər birinin kvadratı var deyə bunu bu formada yaza bilərəm. X, y, z-in kvadratı bərabərdir 64-də. Uşaqlar, nəyə kvadrat 64 verir? 8-in, bəli. Deməli, onda x, y, z hasili nəyə bərabərdir? 8-ə bərabərdir. Yenə də səndən tutaq ki, x-in qiymətini soruşar. Y vur z nədir? 16-dır da. Bura 16 yazsan, x nə olacaq? 8 bölü 16, yəni 2-də 1. Səndən soruşar z-in qiymətini tap. X, y nədir? 4-dür. Burada x-in yerinə 4 yazsan, 4-ün z-ə vuran 8 almışsan. Deməli, z nəymiş onda? Z onda 2 imiş. Bu qayda ilə, bu ardıcılıqla bu tip misalları həll eləmək mümkündür. Uşaqlar, video xoşunuza gəldiysə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.